Salam, hər vaxtınız xeyir. Bugün sizə Masazır qəsəbəsində çox gözəl bir ərazidə belə bir 9 sotun içində sizə belə bir 3 mərtəbəli villa çəkib göstərirəm. Möhtəşəm bir evdir, şəxsi tikilidir. Evdə hər bir şey var. Baxın, bu həyətidir. Bu həyətindən başlayım, sizə göstərim. Belə çox tərif eləməyə də belə. Yəni dilim dilçəyim yoxdur, sadəcə olanını sizə göstərirəm. Baxın, bu evin çöl görünüşüdür. Orada qarajıdır. Yoldan girişi var. Qarajın bu başı göstərəcəm sizə. Manqalındır. Bura həyətin bir setkasıdır. Orada iç saxlamaq üçün yerdən tutmuş belə qoyulub varıdır hamısı. Artıq əşyalar çıxarlanıb bura yığılıb. Bura bizim əldamımızdır, bura letni mətbəximizdir. Evimizin qiyməti də elə 9 sot torpağa, burada yerləşdiyi məkan üçün 9 sot torpağa uyğun qiymətli demək olar. Biraz üstünə qoyulub, hansı ki bu evi tikmək üçün o pulun 3 qatı lazımdır. Bax, bu evimizin orada da yenə indi göstərəcəm sizə arxanı da. Baxın, burada mətbəxdir, bura letni mətbəxdir, ora içəridə mətbəxdir. İndi qapısı bağlı, göstərə bilmirəm. Bura bisetkasıdır. Evimiz 3 mərtəbəlidir, 7 otaqdır, 3 kuxnası, həyətdə bir 4 kuxna, 6 mətbəx, manqalını, çöldən qarajı. Bax, burası manqalnısıdır, bura giriş qapımızdır. Buradan da ikinci mərtəbədə yenə bisetka yeri, yəni letni oturmaq üçün qalxıb. Yer düzəllənib. Evimiz qabancıqla hər tərəfi işlənilib. Buradan qaraja giriş qapısıdır, maşın çöldən girir. Bu evimizin arxa hissəsidir, baxın. Evdə əşyalar var, kuxna mebeli, kondisionerlər, evin içərisində parnoyu, saunası. Yəni hər bir şey var. Həyət üçün hamam tualetidir burada arada. Baxın. Buradan da keçidi var. Evi tam dövrə vurmaq olur. Daxil olaq evimizin içərisinə. Bir-bir göstərəcəm hamısını sizə. Ürəyinizi üzmədən, əvvəlcədən qiymətlə də sizi tanış eləyim. Bu ev yuxarı qiymətlə satışa çıxmışdı. İndi 520 minə deyilir. Real alıcıya endirim olacaq, çünki təcili satılır. Bu evimizin birinci mərtəbəsidir. Girəndə solda böyük şkaf da yığılıb. Hamısı da bahalı materiallardandır. Birinci mərtəbənin kollektor sistemi buradadır. Ev kollektor sistemidir. Hər mərtəbənin özünün ayrıca kollektor sistemi var. İkinci mərtəbəyə çıxışdır. Əşyalar biraz səliqəsizlikdir. Burada dünən təmizlik işləri gördük. Buradadır kollektor sistemi. Bu şkafımızdır. Buradan girdik. Burada koridor isə düz belə iri mətbəximiz var burada. 1.30 kvadrata yaxın. Gördüyünüz bütün əşyalar evdə qalacaq. Pəncərələrin dəmir barmaqlıqlarından tutmuş hər bir şey var. Heç nə əlavə olunmayacaq. Zövqə görə ola bilər, nə isə dəyişilər. Alan adam nə isə dəyişər. Baxın, burada yəni paltaryandan tutmuş hər bir şey var. Soyuducusundan tutmuş. Belə saatın da asıbları bura. Hamısı varıdır. Bu birinci mərtəbədə oldu bizim mətbəx isə burada iri. İndi bunlar bura kravat qoyub, yataq otağı da eləmək olar, zal da eləmək olar birinci mərtəbə üçün. Döşəmə parketdir, təmiz fıstıqdandır. Metlaq olan ərazilər hamısı isti poldur. Bax, burada yerləşir bizim saunamız, parnoyumuz, basenimiz. Böyük otaqdır, baxın belə, çox böyük otaqdır. Pəncərələrin hamısı da öz həyətinə açılır. Bax, bura bizim basenimizdir. Filtrlənmiş hər bir şey olan. Divarlar da kafellənib. Mükəmməl bir iş görülüb burada. Sözün əsl mənasında baxın. Gözəldir, çox gözəldir doğrudan da. Buradakı yenə pəncərədən öz həyətidir.
Burada yerleşir bizim, bu asılqanımızdır bura. Burada yerleşir bizim parnoyumuz. Bax, bura parnoydur. Elə mən tələsə çəkirəm. Amma yaxşı olardı ki, maraqlananlar gəlib canlı özləri görsün. Bura ayrıca, yəni bu hissənin hamam tualetidir. Burada köldə yenə də var hamam tualetimiz bizim əlavə olaraq. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbədə də yerləşir bizim. Bax, pilləkən çox enlidir. Hündürlükləri. Elə bilə ki, pilləkəndə yox, düz yerdə gəzirsən. O qədər rahat bir pilləkəndir. Qalxdıq ikinci mərtəbəyə. Doğrudan da özüm də belə. Yəni bu qədər xəş qoyulub bu evə. Burada yenə də ikinci mərtəbədə bura kollektor sistemimizdir. İkinci mərtəbənin addelini ayrıca yığılıb. İşıq şitimiz də buradadır hamısı. Yəni şəxsi tikilidir bu. Döşəmə istipoldur. Baxın buradan bu qapı mətbəxin koridor girişidir. Oradan zaldan da girişimiz var. Bura hamamı ayrı, tualeti ayrı, zalı, yataq otağı ayrı-ayrıdır. İndi mən buradan girəcəm. Bu qapıdan çıxacağım, aydın göstərəcəm sizə. Haradasa baxın, gördüyünüz əşyaların hamısı qalacaq. Bura evin ikinci mərtəbənin qonaq otağıdır. Çox böyükdür, bir 50-60 kvadrat. 60 kvadratlıq bir zaldır. Görürsünüz, pəncərələri addelin ayrıca. Gördüyünüz divan, kreslo, stol hamısı qalacaq. Çoxdan tikilməsinə baxmayaraq müasir tələblərə tam cavab verir. Yəni artıq müasir belə stildə evlər tikirlər. Buradan mətbəximizdə də keçid var. Yəni koridordan da giriş var. Mətbəxə, zaldan da giriş var. Burada mətbəx mebeli ilə təchiz olunub. Vardı hər bir şey. Döşəmə yenə parketdir. Bayaq dediyim kimi çıxın buradan koridora. Orada da bir otağımız var. Onu da göstərəcəm. Burada yerləşir bizim hamam. Burada yerləşir ayaq yolu. Burada yenə bizim yerləşir ikinci böyük otağımız var burada. Baxın belə bir. İndi yataq otağıdır, amma çox böyükdür olmağına. Gördüyünüz hər şey evdə qalacaq. Yenə də deyirəm, bu evdə sadəcə zövqa uyğun nə isə dəyişə bilərsiniz. Əslində heç nəyə ehtiyac yoxdur. Buradan da balkonumuza, ikinci mərtəbədən balkona çıxışdır. Burada bizim balkonumuz. Bu həyətimizdir, belə. Burada qonşuluqda da hamısı böyük evlərdir, villalardır. Yəni məkan çox gözəl məkandır. Evin özündən gözəli məkan, məkandan gözəli evin özüdür. Adam bilmir nə görəsin ki, əsl olduğu kimi sizə çatdıra bilim. Qalxırıq 3-cü mərtəbəyə. Valla pilləkənlərin qalxmaq o qədər rahatdır ki, adam elə bilir düz yerdə yeriyir. Hamısı fıstıqdan işlənilib. Oradan dama da çıxış yeri var, baxın, görürsünüz. Burada da yenə 3-cü mərtəbənin kollektor sistemidir. Döşəmə burada da istipoldur. Burada da yenə balkona çıxış var. Sağdan başlayaq. Burada yenə də baxın belə bir otaqdır. Burada yenə bir otağımız. Gördüyünüz kimi. Burada əlavə, baxın, böyük sanitar qovşağıdır. Vallahi otağa bərabərdir, böyük birdir. Belə bir otaqdır, bir böyük. Bundan əlavə burada iri bir yataq otağının ayrıca bu digər
otağımızda. Hamısına da güneş şüaları düşür. Bakın bu otağında ayrıca böyük bir sanitar qovşağı deməyək otağı var. Bu da burada belə soyuducu tiplidir bu. Daha doğrusu soyuducudur bunun altı. Şurkasından tutmuş hər bir şey var. Bilmirəm tam olaraq sizə göstərə bildim mi evi? Bəzən mənim çəkilişim zəifdir, ona görə yaxşı da təqdim edə bilmirəm, amma gəlib görsəniz hər şeyi aydın görə bilərsiniz. Yenə də xahiş olunur sizdən real alıcılar narahat eləsin, maklerlər zəng vurmasın. Burada da 3-cü mərtəbənin balkon çıxışıdır. Baxın belə. Burada bir balkonumuzda masazırda çox hündür ərazidə yerləşir. Baxın. Buradan baxanda hər tərəf masazırın girişinə yaxındır. Əsas ana yola, Bakı-Sumqayıt yoluna, masazırın girişinə çox yaxın məsafədədir. Bu da yenə bu həyət hissənin üstünün dam örtüyüdür. Letni, zimni kuxna. Burada bisetkası. Belə, hörmətli izləyicilər, buyurub əlaqə saxlaya bilərsiniz. Telefon nömrələrimiz 055 843 61 43. Həm zəng çatır, həm də WhatsApp var. Sağ olun, növbəti çəkilişimizə qədər.